Dostlar salam, hər vaxtınız xeyir. Bu videoda Megamay endirimi haqqında və məhsulun bəyan olunmasında sifarişin sayı haqqında məlumat verəcəm. İlk öncə endirim kuponlarım haqqında məlumat verim. Deməli, mənim hal-hazırda 10 TL'lik endirim kuponum var. Bu kuponları necə qazanırıq? Bəyəndiyiniz məhsulların üzərinə klik etdikdə, məsələn, tutaq ki, bu baş şampununu bəyənmişəm, götürmək istəyirəm. Gördüyünüz kimi aşağıda 10 TL qazan yazılmışdır. Hətta tükəniyor. Məndə var deyə hal-hazırda götürmür. Və ən aşağısı bu mağazadan, sırf bu mağazadan gedir söhbət. 50 TL'lik məhsul almalıyam ki, 10 TL'ni istifadə edim. Məhsul da 102 TL'dir. 50'ni keçir. Yəni bunu istifadə etmək olar. Belə bunun kimi burada digər kuponlar da olur və hər mağazaya uyğun olaraq orada kupon olur. Yəni burada satıcı Nisadır, bu satıcının adıdır. Amma mağazanın adıdır. Bu məhsuldan 10 TL'lik kuponum varsa, bunu seçdiyimə görə bu burada göründü. Başqa mağazadan 50 TL'lik kuponum da var. Həmin məhsul almıram deyə o burada görünmür. Məsələn, bu məhsulda heç bir endirim kuponum yoxdur. Bunu hələ tətbiq eləmirəm. Sonra əlavə olaraq hər məhsulun qarşısında endirimlər var. Açıqlamasını da klik edəndə görürük ki, bu 77.84 niyə endirim olunub? Özü burada qeyd edilir. 2 al səbətdə 10% endirim, bir tətbiq olunub, əlavə 10% endirimdir, bir tətbiq olunub. Yəni bunu biz heç nə etmədən özü tətbiq edir satıcı. Əgər sizin də seçdiyiniz məhsulda endirim varsa, avtomatik özü tətbiq olunur. Bunlar heç. Mən hələ may 30 kodunu, endirim kodunu heç tətbiq etməmişəm. Ümumi məlumat verirəm ki, bunları mağaza özü tətbiq edir bu endirimləri. Məsələn, bu Rexona üzərinə klik edirik. Gördüyünüz kimi burada qeyd edilir. Əlavə 10% endirim. Bu da belə. Bu əlavə endirimlərdir. Əsas endirimimiz isə Megamay Azərbaycan üçün tətbiq olunan 30% endirimdən ibarətdir. Bu sırf Azərbaycan üçün tətbiq olunmuşdur. Çünki hal-hazırda dəyişdirib çatdırma ölkəsini Türkiyə etdikdə may 30 kodu işləmir. Üzgünüz, kullanmaq istədiyiniz kod şartlara uyğun deyil. Ona görə də bu sırf çatdırma ölkəsi Azərbaycan olan məhsullar üçün keçərlidir. Gördüyünüz kimi Rexona məhsulu bağlama olaraq bir ədəddir. Yəni sifariş sayı bir dənədir. Lakin məhsulun özü daxil oluruq. Satıcı tərəfindən qablaşdırmada 2 ədəddir. Yəni mən məhsulu bir bağlama kimi sifariş edirəm. Bəyan eləyəndə də diqqətli olun. Bir məhsul kimi bəyan edirik. Baxmayaraq ki, məhsul 2 dənədir. Görürsüz, özü də yazıb ki, x2 ədəd. Biz bəyannamə zamanı yalnız sifariş sayını əsas götürərək bir ədəd kimi qeyd edib, elə bir dəfəyə də Rexona məhsulunu bəyan edirik. Xahiş edirəm videonu ötürmədən sonadək izləyin. Çünki videoda verilən məlumatı məndən rəy bölməsində yenidən soruşan izləyicilər var. Onsuz da gördüyünüz kimi mənim videolarım qısa olur. Çalışın ötürmədən izləyin. Digər məhsulda yeri gəlmişdən 10 TL kupon endirimi var. Onu da tətbiq edək. 92.20 10.24 çıxılmış formada 92.20'dir. 10 TL endirim kodunu da tətbiq etdikdən sonra 82.20 oldu. Və burada gördüyünüz kimi hal-hazırda məhsullar cəmsi 574 oluşdu. Toplam endirim olunan məbləğ də budur. Yəni mən bu qədər qazanmışam. Açıqlamasını da vurduqda qeyd edilir. 2 al səbətdə 10% endirimdən bu qədər qazanmışam. Yəni endirim olunub. Əlavə 10% endirimlərdən də bunlar endirim olunub. Nisə mağazasından da 10 TL endirim olundu. Hələ endirimlər bitmir. May 30 endirimini hələ tətbiq etməmişəm. Və növbəti əsas məsələyə keçək. Bu məhsuldan 3 ədəd sifariş verəcəm. Məhsulun sayını artırıram. Gördüyünüz kimi məhsul satışı 1 ədəddir, lakin mən 3 dənə sifariş verirəm. Deməli, bəyan edəndə də qiymət yerində birinin qiymətini yazıb, say yerində 3 ədəd edirəm. Bu sualda dəfələrlə soruşurlar. Hər dəfəsində də izah edirəm. Lakin yenə də baxıram ki, başa düşməyən izləyicilər var və təkrar qeyd edirəm. Birinci məhsulla qarışdırmayın. Birinci məhsulda sifarişim 1 dənədir. Ona görə qiymət bölməsində qiyməti olduğu kimi yazılır. Yəni endirilmiş qiymət. Endirilmiş qiymət mövzusuna da yenidən qayıdacağam. Sayında 1 ədəd kimi qeyd edirik. Amma şampunda isə bu məhsulda bir dənəsini həmən qiymətə satır. Mən özüm 3 dənə alıram. Ona görə də qiymətdə birinin qiyməti yazılır, sayını 3 edirik. Və nəhayət may 30 endirim kodundan da istifadə edərək bütün endirimlərdən yararlanmış oluruq. Məhsullarımızın son qiyməti 30 manat 60 qəpik elədir. Bəyannamədə isə tez-tez verilən suallardan biri də budur ki, bəyannamədə mən məhsulun hansı qiymətini yazmalıyam. Dostlar, hal-hazırda görürsünüz ki, bu məhsulu 232-30 TL'yə aldımsa, deməli mən bəyan edərkən bu qiyməti yazmalıyam. Bu çıxılıb. Siz məhsulu sifariş edərkən bu qiymətə almısınızsa, bu məhsul gələnə kimi bunun qiyməti qalxsa da, düşsə də, siz bəyannamədə qeyd etməli olduğunuz məbləğ 232.30-dur. Çünki siz alan vaxtı bu qiymətə almısınız. Bunun endirilmiş qiyməti bu olub. Şampunun isə 183.60'ı yazmırsınız. Çünki burada 3 dənədir. 183.60'ı bölürsünüz 3'ə. 183.60'ı bölürsünüz 3'ə. Birinin qiymətini tapırsınız. 61.20. Şampunu bəyan edərkən 61.20 yazıb miqdar yerində 3 yazırsınız.
Məncə artıq qaranlıq bir şey qalmadı. Hər kəs başa düşdü ki, bəyannamə zamanı məhsulun hansı qiymətini yazmaq lazımdır. Təkrar qeyd edirəm ki, bilməyənlər başa düşsün. Rexona məhsuluna 2 ədəd olmağına baxmayaraq, bunun sayının bizə heç bir dəxli yoxdur. Biz məhsulumuzu bir dənə sifariş eləmişik, ona görə də bir dənə 232.30 yazırıq bəyan edərkən. Amma bu məhsul 3 dənədir. Ona görə də birinin qiymətini yazırıq, miqdar yerində də 3 yazırıq. Sifarişdə, bağlamada neçə dənə məhsul olur olsun, bunun bizə dəxli yoxdur. Biz buna uyğun bəyannamədə qeyd edirik qiyməti və sayı və buna uyğun. Bunun içində 3 dənə də ola bilər, 4 dənə də ola bilər. Yəni bunu satıcı bir bağlamanın içində neçə dənə verirsə özü bilər. Çalışın bəyannamə edərkən səhv etməyin. Vəssalam, artıq bundan sonrakının davamını bilirsiniz və davam edirik, səbəti təsdiqləyirik. Daha sonra bank kartı vasitəsilə ödənişlərimizi həyata keçiririk. 3-4 gündən sonra bizə bildiriş gəlir məhsulları bəyan etməyimiz üçün və 2 məhsulumuz olduğu üçün, yəni 2 dənə sifarişimiz olduğu üçün bizə bəyannamə bildirişi də 2 dənə ayrı-ayrı gələcək. Eyni vaxtda da gələ bilər, eyni gündə də gələ bilər, aralarında 1-2 gün fərq də ola bilər. Yəni bir bəyannamədə hər ikisini də bəyan etmirsiniz. Onu unutmayın. Bəyannamə bildirişi gəldikdən sonra bu məhsulların bəyannaməsinin də videosunu yenə çəkəcəm ki, yenə hər kəs bilsin endirilmiş məhsul necə bəyan olunur. Kargo qiymətini bura daxil etməyin. Yalnız məhsulların endirilmiş qiymətini istifadə edin. Bunda 1 olduğuna görə 232.3, bunda 3 olduğuna görə buradakı endirilmiş məbləği 3-ə bölürük, 1-in qiymətini tapırıq və oraya yazırıq. Daha sonra da miqdar yerində də 3 yazırıq. Və ən əsası, bəyannamə gec gəldikdə özünüz bəyan etməyə çalışmayın. Mütləq bəyannamə bildirişi gəlməlidir. Çünki Smart Customs'da 1-ci və 2-ci səhifələr səhv eləmirəmsə avtomatik dolmuş olmalıdır. Rəylər bölməsində məndən soruşdular ki, Track ID hissəsinə nə yazım? Siz heç nə yazmırsınız. Onlar avtomatik dolmuş olur. O səhifələr avtomatik dolmuş olur. Və gördüyünüz kimi hal-hazırda bu endirim tətbiq olmamışdan qabaqki şəkildir. Görürsünüz. Endirim tətbiq olunduqdan sonra qiymətlər xeyli düşdü. Mən də hal-hazırda 2 məhsul sifariş etmişəm. Yəni bəzən olur ki 4-5 məhsul sifariş edirsiniz. Bəyannamə gələndə hansı bağlama nömrəsi, hansı məhsula aid olduğunu ayırd etməkdə çətinlik çəkirsiniz. Onun üçün kanalımda playlistlər videosuna daxil olun. Digər videoları da izləyə bilərsiniz. Burada hansı bağlama nömrəsi, hansı məhsula aiddir adlı videom var. Bu videonu da izləməyinizi tövsiyə edirəm. Və beləliklə gələn bəyannaməyə görə bağlama nömrəsi ilə aydınlaşdırırsınız ki, hansı məhsulu bəyan etmək lazımdır. Məhsulu qarışdırmayın, qiymətini doğru yazın, yanlış bəyan edilmiş sifarişlər gömrükdə saxlanılır. Məhsulun gömrükdə saxlanma müddəti 2 həftədir. Hələlik bu qədər. Dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Yenə də nəsə sualınız varsa rəylər bölümündə ünvanlaya bilərsiniz. Çalışdığım qədər suallarınızı cavablayacağım. Növbəti videom yanlış bəyan olunmuş məhsulların sifarişi haqqında olacaq. İzləmədə qalın. Sağ olun, təşəkkür ederim.